Salam Azərbaycan xalqı, salam Azərbaycan musiqisinə dəyər verənlər və onu düzgün şəkildə ifa edənlər. Bu videonu çəkməkdə bir məqsədim var. Mən bugünə görə, nə şəraitimə görə, nə fəxri ada görə, nə başqa titula görə heç bir zaman bizim ölkə başçımıza müraciət eləməmişəm. Amma bugün məcburam. Efirlərdə olan bugünkü vəziyyətə görə bu bizi uçuruma aparır. Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri, sənət adamları da baxırlar. Və mənə də dəfələrlə bunu deyiblər Azərbaycan musiqisinə ləkə gətirən insanlar haqqında. Mən müraciət etmək istəyirəm. Çox hörmətli cənab prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz çox hörmətli Mehriban xanım Əliyevaya və mədəniyyət nazirimiz Adil Kərimliyə mən sizə bugünə qədər heç bir titula görə, heç bir fəxrada görə müraciət eləməmişəm. İnşallah ki, nə vaxtsa qismət olar. Olmazsa da mənə xoşdur. Bugünkü gün qalib ölkənin vətəndaşı olmaq mənim üçün bütün titullardan üstündür. Allah sizdən razı olsun ki, hər zaman sənətçilərə və sənətkarlara dəyər vermişsiniz. Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm sizdən. Bugünkü efirlərdə olan, verilişlərdə olan bu biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu bir biabırçılıqdır. Bütün verilişlərdə, bütün veriliş deməzdim 90% verilişlərdə ancaq ailələrin hansısa oxuyanın ailəsinin dağılmağından üzr istəyirəm çox dönə-dönə. Həyat yoldaşı ilə biri corab giyindirməkdən, biri bədən şəkilləndirməkdən, biri bədəni haqqında, yəni çox biabırçılıqlar baş verir.